Əziz izləyicilər, mən Fes Akademinin kimya üzrə təlimçisi Fatimə Həşimova. Bugün sizinlə bir neçə sualın müzakirəsinə nəzər yetirəcəyik. Dərslərimiz haqqında ətraflı məlumat üçün 077 598 38 00 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Birinci sualda tərkibində 20% mis-2 oksid olan mis və mis-2 oksid qarışığına duru sulfat ilə reaksiyasından 64 qram mis sulfat alınarsa götürülən qarışığın kütləsini hesablayın. Məlum olduğu kimi mis sulfatın durusu ilə reaksiyaya daxil olmur. Mis-2 oksid isə duru sulfat ilə reaksiyaya daxil olanda duz və su əmələ gətirir. Və 64 qram mis sulfat əmələ gəlirsə, mis oksidin 2-dir, 80-dir, mis 2 oksidin emeri 80-dir və ondan 160 qram mis sulfat əmələ gəlir. Əgər 64 qram əmələ gəlirsə, y qram mis oksid istifadə olunur. Buradan y-i taparıq 32 qram. Və bizdə deyir ki, götürülən qarışığın kütləsini hesablayın. 20%dir mis-2 oksid qarışığın tərkibində. Yəni 32 qram 20%dirsə, 100% isə A olar. Buradan A-nı təyin etsək, A 160 edəcək. 160 düzgün cavabdır. İkinci suala nəzər yetirək. $200 qram 20% məhlul ilə neçə qram 30% məhlulu qarışdırmaq lazımdır ki, 25% məhlul alınsın. Bunun üçün bizim M1 omega 1 üzərinə gəlinsin M2 omega 2 bərabərdir M son omega son düsturumuz vardır. Burada deməli M1 verilib, omega 1 verilib, amma M2 verilməyibdir. 200 vur 20 üstə gəl M2 vurulsun 30 bərabərdir. Kütlələr cəmi 200 üstə gəl M2-dir və vurulsun 25. Buradan alarıq 4000 üzərinə gəlsin 30 M2 bərabərdir 5000 üstünə gəlsin 25 M2. Burada da edir 5 M2 bərabərdir 1000-ə. M2 isə bərabərdir 200. Yəni 200 C variantı düzgün cavab olar. Üçüncü suala nəzər yetirək. 60 litr oksigen ozonator cihazından keçirildikdə 9 litr ozon alınır. Oksigenin həcmcə neçə faizi ozona çevrilib? Deməli, burada məsələnin şərtində bu düzəlişi eləyək. Kommentariya. 10 litr ozon alınır olmalıdır uşaqlar. Çünki hesablama rahat olması üçün. İndi deməli 60 litr oksigen ozonator cihazından keçirdikdə 10 litr ozon alınırsa, oksigenin həcmcə neçə faizi ozona çevrilir? Ozonatordan yazaq. Bilirik ki, oksigeni ozona çevirmək üçün bu formada aparılır proses. 3 mol oksigene 2 mol ozon əmələ gəlirsə, 10 mol ozon əmələ gəlməsi üçün nə qədər oksigen sərf olunur? X qədər. X elədi 15. 15 litr oksigen çevrilər. Və 60 litr əlbəttə 100%dirsə, alınan 15 isə Y faizlə işarə edək. Oksigen həcmcə, yəni nə qədəri çevrilib? Y nəyə bərabərdir? 1500-ü 60-a bölürük. Nəticədə alınır 25. 25 D variantı düzgün cavabdır. Üçüncü sual. Dördüncü suala nəzər yetirək. Reaksiyamız verilib. Reduksiya edicinin verdiyi elektronların ümumi sayı 3 ilə olarsa, əmələ gələn reduksiya məhsullarının mol sayını müəyyən edin. Misin nitrat ilə reaksiyası. Əvvəlcə gəlin biz bunu əmsallaşdıraq. Mis 0-dan gəlir mis müsbət 2-yə, mənfi 2 elektron.
Azot da müsbət 5-dən azot müsbət 2-yə. Bu da müsbət 3 elektron. Burada deməli reduksiya edici, oksiləşmə prosesi, oksidləşdirici, reduksiya prosesi. Alındı əmsallarımız 3, 2 və deməli 2, 3 və 3, 2 formasında. 3-ü biz misin qarşısına yazmalıyıq, əlbəttə. 2-ni isə NO. Əmsallaşdırsaq bu zaman azotlara baxaq, 8 azot, 4 də buraya yazsaq 8 hidrogen olar hər iki tərəfdə. Şərtimizdə nə deyir? Verdiyi elektronlar, reduksiya üçün verdiyi elektronlar ümumi sayı 3 dənə olarsa. Reduksiya edicinin verdiyi elektronlar. Əmələ gələn reduksiya məhsulunun mol sayını tapın. Baxın, bir dənə reduksiya edici 2 dənə elektron verib. Neçə reduksiya edici atom var? Neçə moldur o? 3 moldur, düzdürmü? 3 mol. 3 vur 2, yəni 3 vur 2, 6 dənə ümumi elektron verib. Bu zaman nə qədər reduksiya məhsulu alınar? 2 mol NO əmələ gəlir. Reduksiya məhsulu 2 mol NO əmələ gəldi. Bəs əgər 3 NO qədər olsa bu nə olar? 6 NO-da, bura NO yazaq. 6 NO-da 2 molsa, 3 NO-da isə X. X-i də buradan təyin eləsək, 6 bölü 6 1 edər. 1. D variantı düzgün cavabdır. Bugün sizinlə kimyadan müəyyən sualların izahına nəzər yetirdik. Dərslərimiz haqqında ətraflı məlumat üçün 077 598 38 00 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Növbəti izahlarda görüşərək.